Bismillah. Atacan, Əli deyir ki, onun adı İmam Əlinin adı ilə eynidir. Düzdür? Çox dadılıdır. Şükür sənə ilahi. Bəli qızım, İmam Əli əleyhissalamın adıdır. Bu çox gözəl addır. İmam Əli böyük şəxsiyyət, ilk imamımızdır. Atacan, başqa imamlar da var. Müsəlmanların 12 imamı var. Bunlar Həzrət Peyğəmbər sallavatullahın nəslindən və hər biri çox dəyərli, salih insanlar olublar. Bir hədisdə Cabir ibn Səmurə rəvayət edir ki, Həzrət Peyğəmbər sallallahu buyurub, məndən sonra 12 xəlifə olacaq. Bu 12 nəfər bizim 12 imamımızdır. Birinci imam Əli əleyhissalam, ikinci imam Həsən əleyhissalam, üçüncü imam Hüseyn əleyhissalam, dördüncü imam Zeynalabdin əleyhissalam, beşinci imam Muhammed Baqir əleyhissalam, altıncı imam Cəfər Sadiq əleyhissalam, yeddinci imam Musa Kazım əleyhissalam, səkkizinci imam Rıza əleyhissalam, doqquzuncu imam Muhammed Təqi əleyhissalam, 10-cu imam Ali Yənnəqi əleyhissalam, 11-ci imam Həsən Əskər əleyhissalam, 12-ci imam Məhdi əleyhissalam, o hələ sağdır və qeyb dövründədir.